müsbət nöqtəvi yükün, müsbət Q yükünün yaratdığı, bir də bu yükləri eynidir. Bunun yaratdığı sağa doğru olur nə? Bir məsəl üçün buna deyək KQ bölünsün R kvadratı, düzdür? Digər mənfi yükündə K nöqtəsindən, bunu da qırmızı ilə göstərək, bu da özünə doğru olacaq da, nöqtədən özünə doğru. Onu da aşağıdan göstərirəm, Y bərabərdir, o da KQ bölünsün R kvadratı. Deməli, eyni istiqamətdə olanda biz intensivlikləri nə edirdik? Toplayırdıq. KQ bölü R kvadratı üstə gəl. KQ bölü R kvadratı olur 2 KQ bölü R kvadratı. Bu oldu belə. Bəs biz potensialı necə tapaq? Potensialı tapanda isə potensialın düsturu necə idi? Burada yazdım. KQ bölünsün R. Birinci üçün yazanda artıq burada istiqamətə falan baxmırsan da, sadəcə olaraq yükə, bir də məsafəyə baxırsan. Birincinin K nöqtəsindən olan məsafəsi nədir? KQ R. Aysa olur K vurulsun, KQ bölünsün R. Üstə gəl, cəbri üsulla toplayırıq da bunu. İkincinin yükü və məsafəsi nədir? O da KQ bölü K vurulsun, amma bu mənfi yükdür, mənfi Q'dür də, mənfi ilə burada qeyd eləmişəm. Mənfi Q bölünsün R. İndi bax, KQ bölü R üstə mənfi KQ bölü R, o da edir 0, bəli. Yəni sən artıq Q-nun işarəsinə baxırıq amma, hə? Bəli, mütləq. Bax, burada da ona görə mən yuxarıda yazanda dedim ki, bu moduldadır, bax, fikir ver. Bu vektorial kəmiyyətdir. Əsas istiqamətə baxsan, bunu vektorial formada toplayırıq. Bunu cəbri üsulla. Cəbri üsulla, yəni ki, istiqamətə falan baxmırsan, sadəcə olaraq yükün müsbətinə, mənfisinə və onları bir dənə nəzərə alırsan. Yükün qiyməti, nöqtədən olan məsafə və salam. Onları yazırsan, bir də yenə dediyim kimi yükün mənfisinə, müsbətinə baxırıq. Bax, belə olacaq. Yükün biz potensialı tapmaq istəyiriksə, bu üsulda istifadə edəcəksən. Yaxşı? Sonra sənə deyəsən bilcis və qeyri-bilcis sahə keçmişdim, səhvləmirəmsə, hə? Bəli, yadıma gəlir, adı yadıma gəlir. Adı yadıma gəlir. Bilcis və qeyri-bilcis sahə. Bilcis sahə necə çəkmişdim? Paralel oxlar. Ay, sağ ol. Paralel bir-birinə. Dedik ki, intensivlikləri bütün nöqtələrində qiymət və istiqamətcə, ay, sağ ol, eyni olan sahəyə nə deyirik? Bilcis sahə. Düzdürmü? Bəli. Və yadındadırsa, biz elektrik sahəsinin qüvvə xətləri haqqında, yəni hardan hara doğru yönəlirdi demişdim onu. Müsbətdən çıxıb mənfiyə daxil. Bəli, müsbətdən mənfiyə. Mən ha tərəfə müsbət qoyacağam? Sol tərəfə. Sol tərəfə. Baba, ox çıxan hissəyə müsbətləri qoyuruq. Bəs bu tərəfə, ox olan tərəfə isə mənfiləri yerləşdiririk. Deməli, və elektrik sahəsinin qüvvə xətləri açıq idi, yoxsa qapalı xətlər? Açıqdır. Açıqdır, bəli, açıq xətlərdir. Qapalı maqnit sahəsinin qüvvə xətləridir. Onları maqnit sahəsində inşallah keçəcəyik. Və elektrik sahəsinin bütün nöqtələrində, məsələn, hansı nöqtədə versə, məsələn, tutaq ki, bu bir nöqtəsi, iki nöqtəsi və yaxud da, gəl, nöqtələri belə verək ya da. Bax, 1, bura 2 olsun, bura 3 olsun, bura olsun 4, bura olsun 5, burada olsun 6. İntensivliklər necə olacaq? Müqayisə edə bilərsən? Bərabərdir. Y1 bərabərdir Y2-yə, o da bərabərdir Y3-ə, o da bərabərdir Y4, o da bərabərdir Y5, o da bərabər. Bütün nöqtələrdə intensivliyi, qiymət və istiqamətcə eyni olan sahədir. Bax, bu bilcis sahədir. İndi gəl baxaq biz burada potensialları müqayisə edəcəyik. Səninlə keçən dəfə intensivlikləri dedik, amma potensialları demədik. Çünki potensial haqqında danışmamışdım. İndi danışdım da. Potensial haqqında danışaq. Potensialları necə olacaq? Burada potensialları bərabər olan sahədə var, fərqli olan nöqtədə var, yəni. Potensialları bərabər olduğu nöqtələrə biz deyirik ekvipotensial səthlər. Bax, ekvipotensial səth, bax, haradır? Biz bu qüvvə xətlərinə perpendikulyar xətlər çəkirsən, bax, qüvvə xətlərinə perpendikulyar olan nöqtələrin üzərində potensiallar bir-birinə bərabərdir və biz olaraq nöqtələrə deyirik ekvipotensial səthlər. F1 bərabərdir F2-yə, o da bərabərdir F3-ə. F4 bərabərdir F5-ə, o da bərabərdir F6-ya. Bəs yaxşı, bu üçü, bu 4, 5, 6-dan necə fərqlənəcək? Böyük olacaq, yoxsa kiçik olacaq?
Potensial skalyar kəmiyyət olduğuna görə müsbətə yaxın hissədə potensialın qiyməti daha böyük olacaq. Çünki skalyardır da, yəni orada mənfi müsbəti nəzərə alırıq axı. Elə bil ki, sanki bu mənfidir. Mənfiyə yaxın nöqtədə potensialın qiyməti get-gedə azalır. Və yaxud da bunu belə deyirik. Deyirik ki, intensivlik, yəni bu qayda olaraq yadında saxla ki, intensivlik xəttləri istiqamətində getdikcə potensial azalır. İntensivlik xəttləri hansı oxdur? Bax buradan fikir ver, hara doğru gəlir? Sağa doğru gəlir də. Bax bu xətt istiqamətində getdikcə potensial azalır. Ox istiqamətində. Deməli 1-də 4-dən nə olacaq? Böyük olacaq da. Böyük olacaq. Razısan? Bəli, razıyam. Çünki qayda budur ki, Müsbətə intensivlik yaxın olan böyükdür. hə, ya da elə yadında saxla. Bərabər olduğuna görə potensial da eyni olur. Və ora deyirik ekvipotensial səthlər. Bunu biz məsəl üçün bu bilgiz sahədir. Bax burada yazdım. Bunu biz qeyri-bilgiz sahədə də göstərə bilərik. Qeyri-bilgiz sahədə gəl indi göstərək. Qeyri-bilgiz sahədə məsələn biz göstərmişdik müsbət yükün yadındadırsa qüvvə xəttləri, təkcə müsbət yükün qüvvə xəttləri qeyri-bilgiz sahədir. Bax məsələn göstərək. Sonra və burada biraz oxlar bu tərəfdə az oldu, bu tərəfdə çox oldu. Hə, eyb yox. Yəni bildin də əsas. Hə, burada bax, burada qüvvə xəttlərinə perpendikulyar deyəndə bax, buna belə buradan belə perpendikulyar qoyuruq. Buna perpendikulyar budur, buna perpendikulyar budur. Buna perpendikulyar budur. Buna bu oxa perpendikulyar budur. Bu perpendikulyar budur. Bu da budur. Bunları birləşdirəndə fikir ver. Burada bir sferik bax çevrələr alınır. Bax fikir versən. İndi həmin çevrəni bax bu hissədə də çəkəcəm. Sferik. Sferik nə deməkdir? Sferik dairəvi. Dairəvi bax burada dairə, yəni çevrələr yaranır da bu. Yəni ekvipotensial isə bax bu sfer üzəri var, yəni çevrələrin üzərində bax orada olacaq. Elə bir hamısından perpendikulyar xətt çəkirsən üzərində və bunları nöqtələrlə birləşdirəndə bax belə bir sferik çevrələr alınır. Fikir verdin? İndi burada nöqtələr verir bizə. Bax məsələn deyir ki, bax bu burada bir nöqtəsində, bax bir nöqtəsi burdadır. Məsələn də 2 nöqtəsi burdadır. Bizə verir məsələn 3 nöqtəsini burada. Harda sesini götürə bilərəm. Məsələn 4-ü də burada verirəm. Deyir burada intensivlikləri və potensialları müqayisə edin. Həm müsbət üçün müqayisə edəcəm sənin üçün, həm də mənfi deməli yükün intensivlik xəttlərini çəkəcəm, oradan müqayisə edəcəm. İndi burada səncə necə olacaq intensivliklər və potensiallar? Birinci intensivliyi deyək. Radiusu böyük olanda kiçik olacaq. İntensivlik yadında qalsın ki, müsbət yükdən də, mənfi yükdən də uzaqlaşdıqca azalır. 1-dən 2-də məsafə eynidir. Düzdürmü? Eyni yükdür. 1-dən 2-də məsafə eynidir. Deməli 1-lə 2-nin intensivliyi, 1 və 2 nöqtələrində intensivliklər bərabər olacaq. Və bu böyükdür kimdən? 3-dən 4-dən. Ay sağ ol. Bu böyükdür 3-dən 4-də bir-birinə bərabər olacaq. Çünki 3 nöqtəsində 4 nöqtəsinin də yükdən olan məsafəsi bərabərdir, intensivliklər bərabərdir. Və niyə görə 1-2 böyük oldu 3-4-dən? Radius. Yəni məsafə, bəli, məsafə olaraq götürürük də. 1-in məsafəsi 4-dən daha kiçikdir. Deməli 1-in intensivliyi və yaxud da ümumiyyətlə belədir də, yükdən uzaqlaşdıqca sahə zəifləyir. Səncə məsələn Wi-Fi-ın yanında sahə güclü olar, yaxşı olar, yəni yoxsa ki set yaxşı tutar, yoxsa ki Wi-Fi-dan uzaqlaşdıqca. Təbii ki, uzaqlaşdıqca sahə zəifləyir. Ümumiyyətlə bütün şeylərdə belədir. Məsələn, qravitasiya sahəsində də sahədən uzaqlaşdıqca zəifləyir. Yəni yükdən uzaqlaşdı. Orada cisimdən deyirik də. Uzaqlaşdıqca zəifləyir. Məsələn,
yerə yaxın cismin cazibə qüvvəsi böyük olar, yoxsa yerdən uzaq H hündürlükdə yadındadır yazırdığı H hündürlükdə olan cismin cazibə qüvvəsi təbii ki, yer səthinə daha yaxın olan cismin cazibə qüvvəsi daha böyükdür, uzaqlaşdıqca. Yəni bu bütün sahələrdə demək olar ki, eynidir də. Yükdən uzaqlaşdıqca, cismlərdən uzaqlaşdıqca sahə neynir? Zəifləyir. Ona görə də intensivlik də birbaşa yəni sahəni xarakterizə edir də, sahənin qüvvə xarakteristikasıdır. Bəs potensiallar necədir? Potensialları da əslində burada həminki kimi olacaq. Yəni 1 və 2 nöqtələri ekvipotensial səthdir, 3 ilə 4 də ekvipotensial səthdir. Çünki yükdən olan məsafələri eynidir. Onda 1 ilə 2-ni bir-birinə bərabər eləyirəm. 3 ilə 4-ü də bir-birinə bərabər eləyirəm. Səncə hansı böyük olar? Yenə 1-2 böyük olar. Bəli, yenə 1-2 böyük olacaq. Çünki bu müsbət yükdür. Müsbət yükdən yük müsbətdir, yenə uzaqlaşdıqca potensial məsafə ilə tərs asılıydı axı, K2 bölürüydü. Mənfi olsa başqa cür olacaqdı. İndi ona baxaq. Gəl mənfiyə baxaq. Görək necə olur mənfidə. İndi bir dənə yenə mənfi yük çəkirəm. Bu müsbətindir. Buradan çəkeyim mənfi yükü. Olur. Mənfi yükdən necə olur? Aha, indi mənfi üçün burada da bax perpendikulyarlar belə qoyuruq. Və nə edirik? Onları birləşdiririk. Şunu dəstək. Bunun üstünə yazıram da. Nuray, səsi çıxar, səsin gəl. Buradayım mən, buradayım. Görsən buradadır şu. Nurayım burada, Nurayım. Siyasətləri çəkirəm. Məsələn, nöqtələri qoyaq. Gəl nöqtələri yaşılla qeyd edək. Burada bir nöqtəsi, yenə məsələn 2 nöqtəsi burada. Gəl indi mənfidə müqayisə edək. Məsələn 3-ü harda qoyaq? Burada qoyaq. 3 burada. 4-ü də qoyaq burada. Yenə intensivlik eyni olacaq Nuray. Fərqi yoxdur. Çünki intensivliyin düsturuna bilsən də modulda idi yük onsuzda. Və intensivlik fərqi yoxdur. Müsbət yükdən də, mənfi yükdən də uzaqlaşdıqca sahənin təsiri neyinir? Zəifləyir. Bəli, bəli, azalır. Ona görə Y1 yenə Y2-yə bərabərdir. O da böyükdür. 3 bərabərdir 4-ə. Düzdür? Bəli, burası. Bəs potensialı müqayisə edəndə isə, potensial dedik ki, intensivlik xəttləri istiqamətində sahənin potensialı azalır. Bax, oxun ucuna bax sən indi burada. Oxun ucu hara doğrudur? Yükə doğrudur da. Yəni potensialın bu intensivlik xətti, yəni istiqaməti, bax bu istiqamətdədir, düzdürmü? İndi səncə 1-2 böyük olar, yoxsa 3-4? Bu dəfə 3-4 böyük olar. Niyə? Fərqli olacaq deyə. Bəli. Yox. Bax, bu mənfi yük daxı. Sən bilsən ki, məsələn, bir nöqtəsinin potensialından 2 nöqtəsinin potensialı bir-birinə bərabərdir. Onu bilirik, düzdür? Ekvipotensial səthi olduğuna görə. 3 də 4-ə bərabərdir, düzdürmü? Bəli. Bunu da bilirik. Bəs indi müqayisə edəndə, axı, bu 4-ün məsafəsi böyükdür, düzdür? Bəli, bəli. Normalda 4 kiçik olmalıdır da, amma mənfilər balacalaşdıqca onların qiyməti böyüyür axı. Bildin? Burada müsbət idi, deyən fərqi yox idi. Təbii ki, əslində məxrəci balaca olan kimdir? Yəni məxrəci kiçikdir 1-lə 2-də. Bəli. Əslində 1-2 böyük olmalıdır. Bəli, tərsinə olmalı. Amma mənfi, bilirsən də mənfilərin qiyməti böyüdükcə elə bir məsələn fi bərabərdir. Mənfi K2 bölünsün. Burada məsafə böyüdükcə mənfinin qiyməti neyinir məsafə böyüdükcə?
Məsafə böyüdükcə potensial əslində zəifləməlidir, azalmalıdır. Amma Bəli. mənfilərdə tərsinədir. Qiyməti böyüdükcə kiçilir axı. Bəli. Qiyməti böyüdükcə mənfi kiçilir. İndi bunu bilmirəm. Bu cümləni başa düşdün ya yox? Hə? Başa düşdüm, başa düşdüm. 1-2-də potensial böyük olmalıdır. Amma 1-2 mənfi olduğuna görə mənfinin böyüyü kiçik hesab olunur. Mənfinin böyük kiçikdir. Bir də deyim, məsələn, istəyirsən qiymətlə verək. Məsələn, burada 2 götürək, buranı 5 götürək. G götürək. Mənfi K2 bölünsün 2, biri də var mənfi K2 bölünsün 5. Kim böyükdür burada? Bu mənfi 0,5'dir. Bu da mənfi 0,2. Kim böyük? Mənfi 0,2 böyükdür. Mənfi 0,2 böyükdür. Görürsən, bunun məxrəci böyük. Hə. Məxrəc böyüdükcə normalda cavab kiçilir. Amma mənfi olduğuna görə böyüyür. Mənfi təsir edir. Hə, mənfi əksə çevirir axı ifadəni. Bəli. Mənfi onu elə bir ki, böyüdür də. Bəli, başa düşdüm. Hə. Mənfinin kiçiyi daha böyükdür ona görə. Bəli. Və yaxud da yenə deyirəm, intensivlik xətləri istiqamətində potensial böyüyür. Bax, bu 2 nöqtəsi və yaxud 3 nöqtəsini mən burada gətirə bilərəm, fərqi yoxdur. Və yaxud da 1 nöqtəsi burada deyil, biri burada gətirə bilərəm. Bax, indi belə müqayisə elə. 3 böyükdür yoxsa 1? İntensivlik xətləri istiqamətində potensialın qiyməti azalır. Azalırsa, onda 3 birdən böyük olmalıdır da. Bəli. Xətt ox istiqamətində. Bax, ox istiqamətində azalmalıdır. Burada 1 olsaydı, o da daha böyük olacaqdı. Amma burada fikir ver. 3 birdən böyükdür. Hə də 3 birdən böyükdür, deyil? 3 4-ə bərabərdir, böyükdür 1-2-dən. Oxu da. Məsələn, indi burada ox istiqamətində getdikcə, bax, 3-ü bura da qoya bilərsən də, yəni eyni donsuzda. Buraya, bura fərqi yoxdur. Ox istiqamətində potensialın qiyməti azalmalıdır. Azalırsa, onda 3 daha kiçikdir. 2 3-dən böyükdür. Bəli. Gördün? Bəli. Düzdür? Bəli. Belə. Bunu da başa düşdük. İndi nə deyəcəkdim? Bunu müqayisə elədik. Bu qeyri-bici sahə. Qeyri-bici sahəni mən hələ belə də çəkmişdim sənə. Yadındadır? Belə də çəkmişdim. Bəli. Burada da müqayisə eləmişdik. Dar hissələrdə elektrik sahəsi böyük. Bəli. Əslində elə burada da elədir də. Daralır axı. Bəli. İstəyirsən yükü götür günən oradan. Yəni get-gedə burada daralır. Deməli 1-2 dar hissələr var. Burada da 1-2 dar hissələrdir. Yenə intensivliklər onsuz da eynidir, fərq etmir. 1-2 böyükdür, 3-4-dən. Burada da 1-2 böyükdür, 3-4-dən. Sonra gəldik. Görülən iş haqqında danışaq da indi, yox? Bəli. Aha, gəldik elektrik sahəsində görülən iş. Bu da maraqlı dərsdir. Necə ki, mexaniki iş danışmışdıq. İndi də biz elektrik sahəsində görülən işdən danışaq. Elektrik sahəsində görülən iş. Aha. Məsələn, bu olsun bizim qüvvə xətlərimiz, hə? Bizim elektrik sahəmizin qüvvə xətləri. Deyək ki, məsələn, elektrik sahəsində yük bir nöqtəsində, məsələn, Q yüküdür. Bura deyirəm 1 nöqtəsi, bura deyirəm 2 nöqtəsi. 1 nöqtəsindən 2 nöqtəsinə yerini dəyişmişdir. D məsafəsi qədər, yəni Q yükü D məsafəsini keçib və 1 nöqtəsindən 2 nöqtəsinin yerini dəyişib. Yəni, burada görülən işi hesablayaq. Biz bilirik ki, görülən iş nədir? Q vurulsun, F-sə üzr istəyirəm, A hissə olun. Birbaşa Q yazdım. F yazaq. F vurulsun, S. Burada məsafəni D ilə işarələmişəm deyə, onlar D ilə yazaq. Bəli. Vurulsun D. Çünki D məsafəsini, cisim D məsafə, yəni yükümüz D qədər yer dəyişmə icra edir də, belə deyək. Burada da əgər elektrik sahəsidirsə, elektrik sahəsində görülən işin düsturu, yəni daha doğrusu elektrik sahəsində təsir göstərən qüvvə necə yazılır? Q-Y. Ay sağ ol. Q-Y. Gətirib yerinə qoyanda buna bax, gör düstur necə olur? Q-Y, D. Gördün? Bəli. Oldu. Deməli, elektrik sahəsində görülən işin düsturunu bax, Q-Y-D kimi yaza bilərik. Amma bununla da kifayətlənmirik.
Biz bilirik ki görülən iş kinetik enerji haqqındakı teoremə görə nəyə bərabər idi? Kinetik enerji haqqında. Kinetik beraber idi. Kinetik enerjinin dəyişməsinə, bəs potensial enerji haqqında teoremə görə mənfi Əksi. delta V potensial, düzdürmü? Potensial enerjinin dəyişməsinin əks işarəsi ilə bərabər idi. Razı? Bəli. İndi kinetik enerjinin dəyişməsini bir tərəfdən belə də yaza bilərik də. N bölü 2 V2 kvadrat çıx V1 kvadrat yaza bilərəm. Yazarıq. Yəni, ola bilər ki, Fərqi yoxdur, yəni hər yerdə eyni şeydir bu. bəli, bəli. Yükü Q'dur, kütləsi M'dir də. Amma potensial enerjini biz bayaq necə yazdıq? QF yazdıq, düzdürmü? Küfi. Bəli. QF və yaxud da o KQ0 Q bölü R kimi də. İndi QF ilə yazacağam. QF ilə yazdımsa, onda burada necə olacaq səncə? Normalda Q P2 çıx P1 olmalı idi. Çünki Q sabit qalır da. Q sabit qalır niyə? Çünki yerini dəyişən Q'dur da. Q1-dən 2-yə dəyişir. Mənfi Q vurulsun F2. Aysa. Amma burada olacaq Q vurulsun F1 çıx F2. 2. Bəli. Düzdür? Bəli. Mənfiyə görə. Normalda F2 çıx F1 olmalı idi. Mənfiyə görə Q F1 çıx F2 oldu. İndi istəyirsənsə bununla bunu tərəf-tərəfə bərabərləşdirək. Gör nə alacaq indi bax. QYD ilə bunu bərabərləşdirəcəm. Bir dəfə də bununla bunu bərabərləşdirə bilərsən. Bax. QYD bərabərdir. Q F1 çıxılsın. F2. Q'lər getsin buradan. Nə qalır? YD bərabərdir. F1 çıxılsın. F2. Və biz F1 çıx F2-yə bilirsən nə deyirik? Potensiallar fərqinə gərginlik deyirik. F1 çıx F2 bərabərdir U-ya. O gərginlik. Gərginlikdir, bəli. U gərginlikdir. Potensiallar fərqinə biz bax F1 məsəl üçün bu nöqtədir də. F1 bu iki nöqtəsinin potensialı F2-dir. Və bu potensiallar fərqi bizdə nə olur? Gərginlik. Necə ki potensialın vahidi volt idi, gərginliyin də vahidi voltdur. Yaxşı? Bəli. Bu yazılır, volt toxunur. Vatla qarışdırma ha bunu. Kinetik vahidi voltuydu. Nəyi? Kinetik enerjinin də vahidi voltdur. Yo, enerjilərin hamısının vahidi jouldur. Fərqi yoxdur. Kinetik, potensial, işin bir də enerjilərin. Çünki həqiqətən də ödəyir də iş enerjiyə bərabərdir axı dəyişməsinə. Bu da gərginlik də bunun dəyişməsidir. Məsələn 5 volt çıxılsın 3 volt. Yenə bunun vahidi volt olur da. Başa düşdüm. Nisbət deyil ki burada. Fərqdir. Fərq olanda vahidlər eyni olur yəni. Başa düşdün? İndi onda mən burada yaza bilərəm də YD bərabərdir U-ya. Bəli, yaza bilərik. Onda buradan bir dənə də intensivliyin bir dənə də düsturunu alıram. Y bərabərdir U U bölgə. bölsün D. İntensivliyin bir dənə də vahidi buradan çıxır. Volt bölünsün metr. Bəli, bəli. Volt bu metr. Digər vahidi nə idi? Volt bölünsün kulon. Newton Ay, şey. Newton bölünsün bir dəqiqə Q. Kulon. F bölü Q'dən də. Bəli. Düzdür? Yəni bir vahidi də artıq buradan çıxdı intensivliyi. Volt bölünsün metr. Newton bölü kulon. Və bu da yadında qalsın. Və biz burada həmçinin bunları da bərabərləşdirə bilərsən. Ha, məsələn, bu ikisini də bərabərləşdirə bilərik. Oradan görəcəksən düsturları. İnşallah topunu işləyəndə orada bərabərləşdirib alır. Və yaxud da bununla bunu da bərabərləşdirə bilərik. İndi gəl mən istəyirəm bu ikisini bərabərləşdirim. M bölü 2 V2 kvadrat çıx V1 kvadratı. Orada səhv eləmirəmsə sükunət vəziyyətindən verir. Başlanğıc sürəti 0 götürür. Testdə olanı deyirəm. M1 kvadratı bölü 2-ni bərabər eləyək Q V1 çıxılsın V2. Və buradan V-ni tapır. Son sürəti olur. Kök altında. Bu düstura məncə rast gələcəksən. 2Q V1 çıx V2 Bölüm. Və yaxud da bunu yaza bilərik. 2Q-u bölüm. Görəcəksən. Səhv eləmirəmsə olmalıdır. Bu da bizim görülən işimizin düsturları. Evet. Yəni istəsən kefin istəyər bu ikisini də bərabərləşdirərsən. Yox, da orası Nəyə görə bərabərləşdirməliyəm ki? sol tərəfləri eynidir də. Oradan kimi istəsən, kefin istəsən tapmaq üçün. Məqsəd yəni bərabərləşdirib oradan M2-ni ifadə eləməkdir bu F ilə, V ilə. Çünki bunların sol tərəfləri bərabərsə, ikisi A-nın düsturudursa, mənim ixtiyarım var idi ki,
Hətta bunun da düsturu Q7. Mənim ixtiyarım var ki, eyni olanları bərabərləşdirim də. Yoxdur? Var. Bəli. Eynidirsə onları bərabərləşdirə bilərik. Yəni çoxlu düstur, məqsəd çoxlu düstur almaqdır sadəcə. İndi burada bir dənə məsələ qaldı. Bir dənə də onu qeyd edirəm. Qəşəng. Ondan sonra rahat testləri işləyə bilərsən. Deməli Nuraycığım, Bəli. burada bir də elektrik sahəsində belə deyək də, yüklü zərrəciklərin elektrik sahəsində hərəkəti deyir. O bayaq sual var idi. Qrafiki soruşurdu. Yadında? Bəli. Orada mən qrafiki tapmaq üçün birinci mən nəyi bilməliyəm? Hərəkətin növünü bilməliyəm də. Mən bilim bu yeyinləşən hərəkət eləyir, bu yavaşlayan hərəkət eləyir. Ona uyğun da, düzdürmü? Yeyinləşənə, yavaşlayana uyğun da mən qrafikləri göstərim də, düzdür? Bəli. İndi onu necə müəyyən edirik? Bax, çətin deyil. Buna da diqqətlə qulaq as və salam. Bax, məsəl üçün bu elektrik sahəsini çəkirəm, qüvvə xətləri çəkirəm də, elektrik sahəsini qüvvə xətləri ilə göstəririk. Sahəni biz qüvvə xətləri ilə göstərək. Bu elektrik sahəmiz. Və elektrik sahəsində ola bilər elektronun hərəkəti və yaxud da müsbət yüklü zərrəcik. Məsələn, elektron. Deyir ki, elektrik sahəsində, yəni elektrik sahəsinin qüvvə xətlərinin əksi istiqamətində bir dənə elektron sahəyə daxil edirəm. Bax, qüvvə xətlərinin əksi deyilsə, qüvvə xətləri hara doğrudur? Sağa doğru. Sağa doğru. Belə, oxular. Müsbətə doğru gedir. Bunların əksi istiqamətində bir dənə elektron daxil edirəm sahəyə. İndi gəl bunun hərəkətini tapaq. Bunun hərəkətini necə tapırsan? Birinci, qüvvə xətləri gördünsə, avtomatik sol tərəfə kimi yapışdırırsan? Müsbətləri. Sağ tərəfə kimi yapışdırırsan? Mənfiləri. İndi bu sürəti bu istiqamət. Mənfi kimə doğru getməyə çalışar səncə? Müsbətə yoxsa mənfiyə? Müsbətə doğru. Aha, onda buna təsir göstərən qüvvə var ha. O da hara yönələcək? Bura. İndi bax, fikir ver. V ilə F, yəni hərəkət istiqaməti ilə qüvvə eyni istiqamətdədir. Bu səncə necə hərəkət eləyər? Yeyinləşən hərəkət. Bəli, yeyinləşən. Özdə bərabər yeyinləşən hərəkət eləyəcək. Deyə bilərsən niyə? Çünki bərabər yeyinləşən ona görə hərəkət eləyir ki, bu bir cins sahədir. Və bir cins sahədir. Buna təsir göstərən qüvvə elektrikdir də. Əvəzləyici nədir? EMA-dır, düzdürmü? Bəli. EMA kimə bərabərdir burada? Elektrik qüvvəsi. Q-yə. Q-yə, bəli. Bəli. EMA bərabərdir Q. Buradan A-nı tap. Q-yə bölüm. Bəli, Q-yə bölünsün M. Onda mən hətta burada sürətin də düsturunu. Yəni, Q sabitdir, düzdür? Elektronudursa, elektronun yükü sabitdir, kütləsi sabitdir. Bir cins sahədir deyə. Bu da sabitdir. Onda təcir niyə sabit olmasın? Deməli, bərabər yeyinləşən hərəkətdir. Və mən burada, biz bilirik, yavaşlayan hərəkətdə, yavaşlayan deyirəm, üzr istəyirəm, yeyinləşən tapdıq da, düzdürmü? Bəli. Yeyinləşən hərəkətdə V-ni dedik, V0 üstə gəlinsin AT-dir. Bəli. İndi gətirib mən Q-yə böl M-i qoysam, gör necə alınır? V0 üstə gəl, Q-yə bölünsün M. Belə yaza bilərsin. Başa düşdüm. Bəli, elektrik sahəsində və yaxud da S-in də düsturunda qoya bilərsən. V0T üstə gəl, AT kvadrat bölü 2-dir. V0T üstə gəl. Q-T kvadrat böl 2. Bəli. Yəni, sadəcə burada Q-yə böl M-i qoyuruq. Çünki elektrik sahəsində burada yükə yalnız elektrik qüvvəsi təsir göstərdiyinə görə, əvəzləyici qüvvənin bir dənə qüvvə təsir göstərsə, məcburam ki, ona bərabər edeyim də. Əks istiqamətdə olanda çıxırdıq, eyni istiqamətdə toplayırdıq. Burada bir dənə qüvvə var. Ona görə elə EMA-nı Q-yə bərabər edirəm, oradan A-nı tapıram. Bərabər yeyinləşən hərəkət. Buradan indi başqa şey də tapırıq ha. Hərəkətin növündən əlavə. Gördüyü işi müsbətdir, mənfidir. Kinetik enerjisi necə dəyişir? Potensial enerji necə dəyişir? Həm hərəkətin növünü, həm də bunları təyin edir. İndi bərabər yeyinləşən hərəkətdirsə kim artır? Kinetik artar da, çünki sürət artır. Yeyinləşəndə sürət artır. Sürət artırsa, bərabər yeyinləşən hərəkət. Kinetik enerji də nə edir? Artır. Kinetik artır. İş müsbətdir. Çünki kinetik enerji bunu dəyişməz. Amma potensial nə edəcək? Potensial azalacaq. Ümumiyyətlə, kinetik artırsa potensial azalır da. Bəli. Bilirsən.
Görürsən, Buyurun. bir dənə mən elektronun hərəkəti ilə, mən həm hərəkətin növünü təyin etdim, həm görülən işin haqqında müsbətin, mənfisin, həm kinetik enerji, həm potensial enerji haqqında məlumat verdim, həm də hərəkət tənliyilərini də yaza bildim. İndi birini verim, sən tap indi onu. Yaxşı. Deməli, olsun ki, məsəl üçün mən bunu oxları belə də çəkə bilərəm. Şaquli istiqamətdə heç bir dəxli yoxdur. Oxlar olsun şaquli istiqamətdə. Ancaq bircə sahədə bunu müəyyənləşdirə bilərik. İndi onu da deyəcəm, yaxşı. Bircə sahədə yox. O birisindən də yaxşı nümunə verəlim. Düzdür. Yadıma saldım, yaxşı dedim. Hə. Buyur. İndi aşağılara müsbətləri yazaq. Yazdım. Yuxarıda mənfiləri yazaq. Yazdım. İşarəni də yuxarı çəkək. Bu deməli nədir? Bu bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdirsə kinetik azalacaq. Kinetik azalır deyə potensial artacaq. İşdə mənfi olacaq. Çünki kinetik azalır. Bəli. Həm də potensialın elə artma səbəbi də biri də budur ki, A bərabərdir mənfi delta potensialdır axı. Artanda mənfiyə görə iş elə mənfi olur. Amma azalanda mənfiyə deyil, elə bir müsbət olur. Yəni potensialla bir növ tərs kimi olur da. Bir də nə deyəcəkdim burada? Hə, sən deyəni gələcəkdim, sən deyənə. Sən deyənə gələk. Belə suallar olur bu başqa sahədə. Başqa sahə, indi mən dediyim kimi olacaq. Olmalıdır, səhv etmirəmsə. 2 dənə müsbət yükdür. Belə verir, bax bu müsbət yük, bu da müsbət yük. İndi nə deyir burada? Deyir ki, bu müsbət yüklər bir-birinə doğru hərəkət edir. Bax, bir-birinə doğru hərəkət edir. Deyir, hərəkətin növünü tapdırın. Çünki bunların yaratdığı sahələr bircə sahə olmur da. Çünki bunlar öz ətrafında çıxan istiqamətdə yaradır axı. Yəni bir-birindən uzaqlaşan doğru. Belə bir şey yaradır, sahə. Ona görə bunların sahəsi bircin sahə olmur. Qeyri-bircin sahə sayılır bu. Deyirəm ki, bunlar bir-birinə bu istiqamətdə hərəkət edirlər. Bir-birinə doğru 2 dənə yük, müsbət yüklü bir işarəsi müsbət olan 2 yük bir-birinə doğru hərəkət edir. Və burada hərəkətin növünü tapaq. Bu da qeyri-bircin sahədir, bəli. Qeyri-bircin sahədə 2 müsbət yükün hərəkəti zamanı. Necə taparıq bunu? Birinci, burada təcil artıq bərabər olmayacaq. Çünki qeyri-bircin sahədir. Burada bircin sahədə Y sabit idi deyə təcil bərabər idi. Burada artıq təcil bərabər olmayacaq. Gəl birinci hərəkətin növünü tapaq. Görək yeyinləşəndirmi, yavaşlayandırmı? Müsbəti neyniyir? Cəzb edirmi, yoxsa təliyir? Təliyir. Təliyir. Deməli, bax, bu istiqaməti bura doğru, bu istiqaməti belə. Onda bu necə hərəkət edir? Yavaşlayan, bəli, yavaşlayan. İndi gəl görək, artan təcilləmi yavaşlayan, yoxsa azalan təcilləmi yavaşlayan? İndi təcili necə tapırsan? Təcil A bərabərdir, F bölünsün M, düzdürmü? İndi biz F-i tapaq. Bunlar bir-birinə doğru yaxınlaşdıqca aradakı məsafə neyniyir? Azalır. Bəli, K, Q1, Q2 bölünsün R kvadratı. Aradakı məsafə azalır. Bəs F neyniyir? Artacaq onda. F artırsa onda təcil neyniyər? Bu da art. Deməli, artan təcillə Bəli, artan təcillə yavaşlayan hərəkət edəcək. Bu yüklər bir-birinə doğru artan təcillə yavaşlayan hərəkət edəcək. Birinci, yəni F-lərin istiqamətinə görə hərəkəti tapırsan, bir-birinə yaxınlaşdığına görə deməli məsafə azalırsa qüvvə artırsa təcil artır, deməli artan təcillə yavaşlayan. Buradan da belə. Ondan sonra da yavaşlayırsa, kinetik potensialı ona uyğun yaza bilərsən. Bir də bax belə bir hansı tip suallar düşəcək? Testdə var ən çox bunlardan. Bu mənim sertifikasiyada yeganə səhv etdiyim sualım, məni yandıran, yaxan. Səhv yox, daha doğrusu diqqətsizlik səhvim. Deməli, şərtini səhv oxumuşam.
Sən Seçilən şey dilə düşür. ümumiyyətlə sertifikasiya ilə çətin olmur. Mik kimi düşmür də, mik çətin olur. Amma sertifikasiya bəlkə ilk dəfə idi deyəm. Mən üçün asan idi, su kimi idi sadəcə. Diqqətli olmaq lazımdır. İndi mən sənə deyəcəm səhvimi də, nə səhv eləmişəm. Nə səhv yox. Şərtin nə görmüşəm, onu deyəcəm. İndi bax deməli sualımı birinci verim, izah edeyim, ondan sonra deyəcəm. Məsələ nədir? Belə. Belə olsun. Deməli A, B, C, D. İndi sualda nə deyir? Deyir ki, mənfi işarəli, yəni mənfi yükə malik cismi ABCD trayektoriyası üzrə hərəkət etdirdiyimiz zaman burada yenə potensial enerjini, kinetik enerjini və görülən işi tapın da, yəni müqayisə edin. Artırmı, azalırmı? Necə olur? Onu tapırıq. Deməli, indi birinci mənfi yükü AB trayektoriyası üzrə hərəkət elətdiririk də, düzdürmü? Bəli. Mənfi yükü bax bu A-dan, mən görüm bunu çıxara biləcəm. Mənfi yükü bax A-dan B-yə gətirəndə, bax belə gəlir də, düzdür? Bəli. Gəldi B-yə. Hə? Bəli. Bunu A-dan B-yə doğru gətirəndə mən mənfi yükü elə bir sürətin istiqaməti, bax bu istiqamətdə olur. Amma qüvvə bunu nə edir? Özünə doğru çəkir. Mən aparıramsa, o mənim sürətimdir. Düşdün? Mən elə bir bunu məcbur aparıram da. Məcbur aparırsınız, hə. Hə, sürətin istiqaməti bu tərəfdir. Mən bunu aparıram. Hə, buna bu istiqamətdə sürət verirəm. Amma bunu müsbət yük nə edir? Özünə doğru cəzb eləyir də. Bəli, hə, bildim, başa düşdüm. Bunu elə bir aparıram da, apardım. Sürətin istiqaməti bu istiqamətdə hərəkət edir. Amma elə bir arxadan kimsə də bunu çəkir. Çünki mənfidir də, mənfini müsbət özünə doğru çəkir. Bəli. Bunun hərəkəti necə olar? Yeyinləşən yoxsa yavaşlayan? Yavaşlayan. Bəli. Yavaşlayan. Yavaşlayan hərəkət edir. Bəs indi bunu yavaşlayandırsa, kinetik enerji nə edəcək? Azalacaq. Bəli, yavaşlayandırsa, onda burada yazaq AB trayektoriyası ki, bilək. AB-də kinetik enerji azalır, potensial enerji artır, görülən iş isə azalır. Mənfi daha doğrusu. Gördün, AB-də orayı tapdıq. Bəs yaxşı. B-dən C-yə və AD trayektoriyalarında, bax bunun ikisini bir yazacağım. Bir dəqiqə, B-C. Bu ekvipotensial səthi olduğuna görə, fikir ver. B ilə C. Ekvipotensial səthi. Çünki bunu tamamlasam çevriyə, bax fikir ver. Ha? Normalda bunu mən ətrafına xətlər çəkib tamamlayırdım axı. Fikir verdin? Bəli. Ekvipotensial səth deyil. A da nəyə bərabər idi? Q, F1 çıxılsın, F2. Yadında qalsın. Ekvipotensial səthdə iş görülmür. Görülən iş sıfırdır. Ekvipotensial səthdə. Çünki F1 F2-yə bərabərdir. B nöqtəsində F seynidir, C nöqtəsində çıxanda nə qalır? Sıfır qalır da. A nöqtəsində F seynidir, D nöqtəsində. Və BC və AD nöqtələrində görülən iş nədir? Sıfırdır. Potensial konstant. Kinetik də nə? Konstant. Bəli. Dəyişmə sıfırdır. Amma özləri sabitdir də. Bəli. Bəs indi baxaq DA-ya. Mən bunu DA trayektoriyası üzrə hərəkət etdirəndə nə baş verir? İndi bax mənim yüküm buradan gətirdim. Buradan da gətirdim bura C-yə. Buradan indi aparacağım C-dən D-yə doğru. Bəli. O mənfini özləri deyir, o mənfi yükdür. Hə, onu deyir. Bəli. Mənfini özü deyir. Deyir ki, mənfi yükü müsbət yükün sahəsində hərəkət etdirdikdə. İndi bax fikir ver. C-dən aparıram D-yə doğru, düzdürmü? Bəli. Buna təsir göstərən sürətin istiqaməti hara doğrudur? Sürət belə. Bəs mənfiyə təsir göstərən qüvvə burada o tərəfdə. Çünki cəzb edir. Deməli olur, bəli, yeyinləşən. Yeyinləşəndirsə, kinetik artır, potensial azalır, görülən iş müsbət. Dərsimiz bu qədər. Burada demək.
Neyse bir şey qalmadı məncə. Hər bir şey haqqında danış. Yəni bunlar çəkim şəklini Ekləyəm də bunu